Salam, mən Fes Akademinin İnformatika üzrə təlimçisi Gətirqə Nərgiz. Bu gün sizinlə Kodere kitabının olan belə bir sualın izahına baxırıq. Deməli, burada 0, 1, 2, 3, 4 simvollarından ibarət əlifbada 3 rəqəmli bütün ədədlər yaradılır. Verilmiş ədədlər aşağıdakı atma ardıcıllığı ilə düzülüb. Deməli, baxın, birinci yerdə 0, 0, 0, ikinci yerdə 0, 0, 1, üçüncü yerdə 0, 0, 2 yazılmış olur. Deməli, deyir ki, verilmiş sırada 432 ədədinin sıra nömrəsini müəyyən edin. Yəni 432 buralarda bir ədəddir. Bunun sıra nömrəsini bizdən soruşmuş olur. Birinci ilk öncə misaldan bu hissələri özümüz nömrələyirik. Deməli, 0-cı, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci olmuş olur. İndi təsadüfən 0-a 0, 1-ə 1, yəni bu formada uyğun olur. Bəzən burada hərflər də yaza bilər. Yəni biz bunu nömrələmə məcburiyyətindəyik. Bu bizdə 0-dan 5-ə qədər, bu bizdə altılıq say sistemi rəqəmlər deməkdir. Altılıq say sistemi deməkdir. Daha sonra mən bizim buradakı ardıcıllığımıza diqqət eləməliyik. Məsələn, burada ardıcıllıq 1, 3, 4, 0 gəlsə, bizdə 0-cı budur, 1-ci budur, 2-ci budur, 3-cü budur. Amma mən görürəm ki, buradakı ardıcıllığımla 0, 1, 2, 3, 4, 5 ilə buradakı 0, 1, 2, 3, 4 düz gəldiyinə görə, yəni burada əlavə nömrələməyə ehtiyac yoxdur. Və mənə 432 ədədinin sıra nömrəsini soruşmuş olur. Deməli, 432 altılıq say sistemindədir. Mən ona keçirtməliyəm onluq say sisteminə. 0, 1, 2 nömrələsəm, 4 vurulsun 6 üstündə 2, daha sonra üzərinə gələm 3 vurulsun 6 üstündə 1, daha sonra üzərinə gələm 3 vurulsun 2 vurulsun 6 üstündə 0. Burada 6-nın kvadratı 36, 36-nı vururam 4-ə, üzərinə gəlirəm 18, üzərinə də gəlirəm 2. 36-nı 4-ə vuram, deyilir 144, 144-ün də üstünə 20 gəlirəm, 164 qiymətini almış olur. Amma burada bir şeyə diqqət edirik. Baxın, bu sıfırdır. Sıfırlardan ibarət olan deməli rəqəmin nömrəsi 1-dirsə, 0, 0, 1-dən ibarət olan rəqəmin nömrəsi 2-dirsə, görürəm ki, bunların nömrələnməsi özündən 1 vahid artıqdır. Ona görə 432-nin də nömrələnməsi özündən 1 vahid artıq olacaq. Ona görə 164-ün üzərinə 1 gəlib, 165-i cavab olaraq götürə bilərəm. Bunu belə də həll edə bilərik. Əgər əvvəlcədən bilsək ki, nömrəsi özündən bir dənə böyük olacaq, bunu 432 ilə yox, 433 ilə də işləmək olar. 433-ü deməli altılı say sistemini ifadə eləsəm, yenə 4 vurulsun 6-nın kvadratı üstü gəlsin, 3 vurulsun 6 üstünə 1, üstü gəlsin 3 vurulsun 6 üstünə 0 olmuş olacaq. Bu isə bizdə yenə verəcək 144, üzərinə gələm 18, üzərinə gələm 3. Burada cəmləsəm 165 almış olacaq. Yəni ifadəni belə də həll edə bilərik. Yəni, deməli, mütləq burada bir üstə gəlmə yadımızdan çıxmasın. Baxın, biz 165 almış, 164 almışıq. 164 də var, 165 də var. Yəni, hər zaman misallarda belə ola bilər. Deməli, bu misalımızın izahı olur bu formada. Digər misalımızın izahına baxaq. Digər misalımızın izahında deməli, bu da say sisteminə aiddir, bu da Kodere kitabındandır. Deməli, deyir ki, 16 üstündə 2x plus 1, 64 üstündə 2x plus 1, üzərinə gəlsin 72. Say sisteminə əsasən 79 rəqəmli ədəd alınır. Buna əsasən x müəyyən edilir. İlk öncə gəlin bunu sadələşdirək. 16-nın üzərində 2x plus 1, üstə gəlsin 64-ün üzərində 2x plus 1, üzərinə gəlsin 72 bərabərdir. Bunun sadələşdirib ikilik say sistemi dediyinə görə 2-nin qüvvətinə gətirməliyəm. 16-nı yazam 2 üstünə 4, üzərində 2x plus 1, daha sonra 64-ü yazam 2 üstünə 6, üzərində 2x plus 1, üzərinə gəlsin 72 bərabərdir. Bu eləyəcək 2 üstündə 8x plus 4, bu da üzərinə gəlsə 2 üstündə 12x plus 6 plus 72. İndi mən bunu buyuram bir qırağı. Bunu hələ ki deməli həll eləmirəm. Burada belə bir şey yazsam. Yəni bunları adi rəqəmlə ifadə eləsəm. 2 üstündə 9, üzərinə gəlsin 2 üstündə tam ki 6, üzərinə gəlsin 15. Bu 15-i də 72-ni ikilik say sisteminə çevirə bilərəm. Amma bir məntiqlə qalsam, bir yanında 9 dənə 0 deməkdir bu. Bir yanında 9 dənə 0. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu da bir yanında 6 dənə 0 deməkdir. 1, 2, 3, 4, 5, 6,
6 dənə 0, bir də qarşısında 1 var. Üstə gəlsin 15-də yazmaq istəsəm əgər 1, 1, 1, 1 kimi yazaram. Və bunu cəmləyirəm. 1, 1, 1, 1, 0, 0, 1, 0, 0, 1 olmuş olacaq. Və fikir versinizsə, ən böyük qüvvəti mən birinci yazıram. Bir yanında 9 dənə 0 mənə 10 rəqəmli ədəd vermiş olur. Çünki yanında qarşısında 1 var. Ona görə saysam 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 rəqəmli ədəd vermiş olacaq. Və mən burada üzəri 9 olsa da buna deyirəm 10 rəqəmli ədəd. Burada 15-i nəyə görə əvvəlcən çevirmədim? Çünki bunun sıfırları çox olduğuna görə 15 bunun içində demək olar ki itir. Burada da 72-ni də çevirsəm 72 də 8x plus 4-ün içində 12x plus 6-ın içində itmiş olacaq. İndi mən nə edirəm? Mən başa düşürəm ki, məndəki say, bu böyük qüvvətdən bir vahid artıq alınır. İndi təbii ki, burada mənim ən böyük qiymətim 12x plus 6-dır. Elə bilin ki, bunu belə yazmalıyam. Bir yanında nə qədər 0? 12x plus 16 qədər 0. Daha sonra bir yanında 8x deməli plus 8x plus 4 qədər 0. Bir də üzərinə gəlsin 72-ni də mən ikilik say sistemində yazsam da, yəni yaza bilərəm. Yazaq onu da 1, 2, 4, 8, 16, 32 və 64. Mən bunu 72 olmaq üçün bunu götürməliyəm. Bunu götürməliyəm ki, mənə 72-ni versin. Qalanları lazım deyil. Gördüyünüz kimi bu çox balaca bir deməli ədəddir. İndi mən buraya yazsam, əgər yazıram, deməli 1, 0, 0, 1, 0, 0, 0 olmuş olacaq. Və bunu cəmləyəndə məndə 1 yanında 12x plus 1 qədər 0 alınmış olacaq. 1 yanında 12x plus 1 qədər 0. Və burada deyir ki, 79 rəqəmli ədəddir. Deməli, mənim bu 12x plus 6-ım 78-ə bərabərdir ki, 1 yanında 78 dənə 0 yazsam bura, bu artıq məndə olacaq 79 dənə ədəd olmuş, 79 rəqəmli ədəd olmuş olacaq. Ona görə burada 12x plus 6-nı bərabər eləyirəm 70, deməli 8-ə. Nəyə görə? Deməli, bu bizdə ən böyük sıfırlar. Təbii ki, 8x ilə 12x arasında ən böyük 12x plus 6-dır. 12x plus 6-nı bərabər elədim 78-ə ki, bunun qarşısında 1 olanda o 79 olur. Buradan da tənliyimi həll edirəm. 12x bərabərdir 72, x də bərabərdir 6 olmuş olur. Və bizim bu iki misalımız da Codela'dan say sistemi dərsinə aiddir. İki misalımızın da izahını verdik. Dərsə qoşulmaq istəyənlər olarsa, PES Akademinin 077 598 38 00 menecər nömrəsi ilə əlaqə saxlaya bilər. Sağ olun.